İslam əxlaqında belə bir prinsip var, belə bir qayda var ki, insana birisi yaxşılıq elədiyi zaman gərək insan onun yaxşılığının əvəzini qaytara. Yaxşılığa yaxşılıqla cavab verə, təşəkkür eləyə, minnətdarlıq eləyə. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki Bismillahirrahmanirrahim ve izâ huyyitum bi tahiyyetin fehayyu bi ahseni minha ev ruddaha innallaha kana ala kulli şeyin hasiba. Buyurur ki size salam verildiği zaman salamın cevabını daha güzel şekilde verin. Daha güzel şekilde cevap verin. Veya en azı onun kimi verin. Ya daha yaxşı cevap verin. Veya yaxud da en azı verilen kimi qaytarasınız. Bir gün bir nəfər İmam Hüseyin Aleyhisselamın yanına gelir. Daha doğrusu İmam Hüseyin Aleyhisselamın qulluqçularından biri gelir. Nökərlərindən biri. İmam Hüseyin Aleyhisselama gül verir. İmam Hüseyin Aleyhisselam bu gülü götürür. Ondan sonra deyir ki səni azad elədim. Səni azad elədim. Gəlib İmam Hüseyin Aleyhisselama deyirlər ki bəs ağa bir dənə gülün müqabilində sən onu necə azad elədin? İmam Hüseyin Aleyhisselam bu ayəni oxuyur. Buyurur ki Allah Teala Kur'an'da buyurur ki size salam verildiği zaman siz daha yaxşısını verin. En azı onun kimisin. Yani tekse bu salama ait değil. Size her hansı bir yaxşılıq edildiği zaman, her hansı bir yaxşı iş ihsan olunduğu zaman siz de ona karşılık verin. En azı onun kimi eləyin. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki Er-Rahman suresinin 60. ayetinde buyurur ki Hel cezaul ihsan illal ihsan. Yaxşılığın cevabı yalnız yaxşılıq değil mi? Allah Teala retorik olarak bize sual verir. Yani bizi düşündürmək için sual verir ki yani yaxşılığın cevabı yalnız yaxşılıqdır. Yaxşılığa gələsən, yaxşılıqla cevap verəsən. Bu insanın fitrətine oturulmuş bir şeydir ki bütün insanlarda var ki yaxşılığa doğru, yaxşılığın cevabında gərək yaxşılıq eləyəsən. Hətta pisliyi belə deyir ki yaxşılıqla dəf eləyəsən. İdfa billati hiye ahsan. Pisliyi en güzel şekilde dəf elə. Hazreti Aleyhisselam deyir ki o pisliyindən əl çəkmirsən, mən niyə yaxşılığımdan əl çəkməliyəm? Hər kəs öz xislətinə uyğun hərəkət eləyər. Ona görə də bizim vəzifələrimizdən biri nədir? Bizə yaxşılıq eləyənə biz də yaxşılıq eləyək. Bizə hörmət eləyənə biz də hörmət eləyək. Hətta qat-qatını eləyək. Həzrəti Peyğəmbərimiz bir hədis şərifdə buyurur ki, kim sizə yaxşılıq eləsə, onun əvəzini verin. Onun əvəzini verin. Əgər buna gücünüz çatmasa, onun üçün dua eləyin. Necə dua eləyəcəyimizdir Peyğəmbərimiz. Deyir, əgər buna gücünüz çatmasa, onun üçün dua eləyin. Elə dua edin ki, sanki əvəzini vermiş olasınız. Yəni, yola verdi dua eləməyəsən. İçdən bir dua eləyəsən. O görür səni, məsələn, əksəriyyətimizin həyatında olub da, məsəl üçün də deyim, yoldan keçən birinə görürsən ki, susuyub, yolda işləyir, məsəl üçün, bir dənə su verirsən, o suyu içir, susuyub axı, deyir, Allah səndən razı olsun. Elə ürəklə deyir ki, elə bir ki, Allah bu əməldən həqiqətən də razı oldu. Allah səni qorusun. Yəni, necə içdən dua eləyir? Deyir ki, sən də ona, o zürünə içdən dua eləyəsən. Əgər gücün çatmırsa, gücün çatırsa, sən də ona yaxşılıq elə. Məsəl üçün, bəzən insanlar bir söz var, deyir ki, insan əslində edilən yaxşılığı unutmur. İnsan vicdanının səsini unudur. Unudulan vicdanın səsidir. Vicdanın səsidir.
Amma yaxşılıq əslində unudulmamalıdır. Ona görə də insan ona edilən yaxşılığın cavabını yaxşı şəkildə verməlidir. Daha yaxşı olar ki, qat-qat əvəzini versin. Həzrət Əli əleyhissalam bir hədis-i şərifdə buyurur ki, sənə yaxşılıq etmiş kimsənin əvəzini vermək üçün əlini ona uzat. Sən də ona kömək elə, yəni. Əgər buna imkanın olmasa, heç olmasa ona təşəkkür elə. Heç olmasa bir sağ ol dinən. İnsanlar bəzən elə bilirlər ki, elə zənn edirlər ki, elə ancaq mənə xidmət olunmalıdır. Elə ancaq mənə yaxşılıq olunmalıdır. Yox, belə bir şey yoxdur. Sən ən azı təşəkkür eləməlisən. Təşəkkür eləmirsənsə, bir sağ ol demirsənsə, nədir? Sən demək, sənin qəlbində bir təkəbbür var, sənin qəlbində xəstəlik var. Elə zənn edirsən ki, psixologiyada bu bir nevrotik bir haldır, yəni anormal bir haldır. Ki, sən elə zənn edirsən ki, hər kəs mənə xidmət eləməlidir, hər kəs mənə doğru gəlməlidir. Yox. Ən az sənə bir adam yaxşılıq edibsə, sənin də birincisi əvəzin verməlisən, əvəzin verə bilmirsənsə, dua eləməlisən. Zahirdə də ona təşəkkür eləməlisən. Hədisdə var, deyir ki, xalqa təşəkkür eləməyən xaliqə təşəkkür eləyə bilməz, şükür eləyə bilməz. Allahın razılığı digər insanlara təşəkkürdən keçir. Təşəkkür eləməyi bacarmalıyıq. İnsanda ümumiyyətlə belə bir xüsusiyyət var. Fitri olaraq bir xüsusiyyət var ki, ona bir yaxşılıq olunanda o əvəzin qaytarmaq istəyir. İstəyir ki, belə dedi, istəyir mənəvi olaraq ona bir borclu qalmasın. İstəmir ona, heç eləyən o niyyətini, borc niyyətini eləməyib, amma istəyir ki, o da onun qarşılığını versin. Ən azı dua eləsin ki, məsələn, bəzi insanlar orada filan vaxtı, məsələn, bir nəfər var, maddi olaraq yox, maddi olaraq demirəm, amma bir məsələ var idi, bir problem var idi, həmin adamın sözü keçməli idi orada. O adam bir söz dedi, məsələni həll elədi, o adam dünyasını dəyişib. Hər o adamın adı gələndə mən ona rəhmət oxuyuram. Hər o adamın dünyasını dəyişib, bəlkə də haqq hesabı da olub, amma hər o adamın Allah ona rəhmət eləsin. İndi də deyirəm ki, Allah ona rəhmət eləsin ki, elə bir zamanda, elə bir söz dedi ki, talih yüklü bir məsələ idi. Yəni, belə insanlar olur. Ona görə də ona təşəkkür eləmək, ona dua eləmək bizim borcumuzdur və mənəvi olaraq biz öz üzərimizdən də yükü götürürük ki, ən azı mən bunun üçün dua eləyirəm. Və insanlarda olunan yaxşılığa qarşı rəğbət artır. Sən ona təşəkkür eləməsən, deyirsən, nankordur. Eləmək istədiyi, gələcəkdə eləyəcəyi yaxşılıqları da neyinir? Azaldır. Çünki qarşılıq görmürsə, insanın xislətini təbii ki, Allaha görə eləməlisən bunu. Amma biz insanıq. Bəzən qarşılıq görməyəndə o işdən soyuyuruq. Ona görə çalışaq ki, bizə olunan, insanlara olan, insanlığı olan yaxşılıqların soyumaması üçün insanlara təşəkkür eləyək, sağ ol deyək, minnətdarlığımızı bildirək. Allah Teala bizləri təşəkkür eləyən şəxslərdən, yaxşılıq eləyən şəxslərdən və yaxşılığa yaxşılıqla cavab verən şəxslərdən qərar versin. Amin, amin, amin ya Rabbal aləmin.